Qarşıdakı günlərdə Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar tətil günləri gözlənilir. Oxu24.com məlumat verir ki, hazırda tətilin 5 və ya 7 gün olması müzakirə mövzusudur. Belə ki, bir müddət öncə sosial şəbəkələrdə ölkədə bayramlarla bağlı ardıcıl 7 gün iş olmayacağı haqda xəbərlər yayılmışdı. Bildirilmişdi ki, dekabrın 29, 30 və 31-i, eləcə də yanvarın 1-dən 5-nə qədər ardıcıl iş olmayacaq. Baku.ws məsələ ilə əlaqədar Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bugünə belə bir qərar yoxdur. Bu vaxt öncəki illərin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, bu ildə 29 və 30 dekabr rəsmi iş günü, 31 dekabr və 1-4 yanvar tarixləri isə qeyri-iş günü kimi qeyd olunacaq. Beləliklə, yeni il bayramı ilə əlaqədar istirahət günlərinin sayı 5 gün olacaq.